başlayaq. Deməli, neçə sual istəmişsiniz? Sikloparafinlərin quruluşu alınması, alkanlı, çıxılalkanlar da. Üçü istəmişsiniz, elə mi? Metil siklopropanın siniflər arası izomeni göstər. Siniflər arası... Hə, yaxşı, yaxşı, götürürəm. Görürsən mi indi? Yaxşı. Metil siklopropan. Birinci metil siklopropanın formunu düzəltməsin. Metil demək 1 karbon deməkdir, propan demək 3 karbon deməkdir. Söhbət 4 karbonlu sikloalkandan gedir. Neçə karbonlu? Yəni C4H8-dən gedir. Siniflərin arası izomerdə alkenlərdir də, elə deyil. Alkenlərin bir işiqat rabitəsi olur. 4 karbonlu işiqat rabitəsi birləşmir. Cavab B bəndi. Aydındır? Yəni C4H8-də, o da B bəndindədir. Aydındır? 7. 7, baxa görə 7-də nə istəyir? Hansı maddə natriumla reaksiyasında metil ciklopentan alınır? Uşaqlar, metil ciklona pentan. Metil ciklopentan. Biz bilirik ki, ümumiyyətlə biz natriumla dihalogenli törəmələri reaksiya salırdıq. Nəyi salırdıq? Dihalogenli. Yəni bu monohalogeninin üstünü dərhal vururam. Aydındır? İndi başlayaq A bəndə 2,4 diklorpentan verib. Deməli 2,4 diklorpentan verib bizə. Deməli 2-də 1 kloru var, 4-də 1 kloru var. Bir klorlar burada natrium götürsə, bu siklopropan verər bizə. Nə verər? Çünki 3 karbonlu bir sikl yaranacaq da burada. Neçə karbonlu? 3 karbonlu. Çünki halqa üçlü alınır. Bizə bu yaramadı. Yəni A bəndi bizə yaramadı. Keçək B bəndinə. Heksandır. Nədir uşaqlar? Heksan. Heksan. 2-də və 5-də nəyə var? Kloru var. 2-də və 5-də. Nömrələmədim də, görürsünüz də, bu 2-ci, bu da 5-ci. Bunları silsəm, bu nə verir uşaqlar? Butan verir, vermir? Verir. Bu da yaramadı işimə. Bu da yaramadı. Y bəndini yoxlayaq mı? Nəsə bu gözümə dəydi, təsadüfən. Deməli, heksan neçə karbonludur uşaqlar? 6 karbonlu. 1, 2, 3, 4, 5, 6 düzəldi. 1-də 1 kloru var, bir də 5-də. Mən bu klorları buradan silsəm, neçəli bir çıxıl yaranır? 5'li çıxıl yaranır. Qıraqda bir metil radikalı qalır mı? O zaman bu metil siklopentan olur mu? O zaman cevabımız ne olacaq? E variantı. Rəqəmlər arasında Bəli, əslində rəqəmlərdən də tutmaq olur məsələni. 2, 6 olsaydı məsələn, yenə 5 karbon olardı. Sonra nə istəmişsiniz? 1,2 dimetil sikloheksan almaq istəyir, hə? 1,2 dimetil nə almaq istəyir? Sikloheksan. 1,2 dimetil sikloheksan. O alınmaz deyir. 1,2 demək qonşuda, metillər qonşuda deyil demək deyil. Biz bilirik ki, halogen qopan yerdən ucuza birləşirlər də, hə? Əgər sikloheksan alacağımızda altılı bir şey olmalıdır. Bax, klorun biri buradadır. Buradan qopacaq bura qədər. 1, 2, 3, 4, 5, 6. Düzəldi mi 6? Bu karbon, bu CH3-ün yerləşdiyi karbonla, bu CH3-ün yerləşdiyi karbon qonşudur yoxsa yox? O zaman bu 1,2 dimetil sikloheksan olar. Nə olar? 1,2 dimetil sikloheksan. Gəl bura baxaq. Natrium bu xlorları qoparır da ya sinkdən ya natriumla təsir. Natrium o xlorları oradan götürür, ucuza birləşirlər də. Ya natriumla ya sinklə fərqi yoxdur. Eyni işi görür. Eyni işi yenə götürür orada. Tutaq ki sən bax belə bir tutaq ki deyə bromlu demək sənə. Tutaq ki belə bir şeyin var. İstəyirsən natriumla sal, istəyirsən sinklə sal, fərqi yoxdur. Bu bromları bunlar götürür. Götürdü mü? Bu əl boşda, bu əl boşda. Neçəli sikl yarandı? Üçlü sikl qırağında da bir metil qaldı da. Aydındır? Hə. İndi gələk B bəndinə baxaq. Biraz bu yaxşı görsənmir. B bəndində halogenin biri buradadır, biri buradadır. Yenə də neçəli alındı sikl? Sayaq 1, 2, 3, 4, 5, 6. CH3'lər yəni metillər qonşulardadır. Yenə 1,2 dimetil sikloheksan olar. Yenə nə olar? 1,2 dimetil sikloheksan. İndi bir buna baxaq D bəndinə. Xlorun biri buradadır, bu biri də bu da burada. Metilin biri burada oldu, biri burada oldu. İndi bu karbonla, bu karbon qonşu da uşaqlar. O zaman bu 1-2 olar? Bilməz. Deməli, mümkündür. İndi gələk C bəndinə baxaq. Tutaq ki, bu halogenin biri buradadır, bir də bu ucdadır. Orada görürüm. Görsən mi deyil? Görsən mi? O da yaxşı görsün. Gəl buna baxaq. Buradadır. Bunlar yenə qonşuya düşdü ki, bax bura bax. Yenə ara düşdü, qonşuya. Yəni bu da qonşuya düşür. D bəndində olmur, alınmır. D bəndində neyləmir? Bəli? Son bir dənə qalmışı qədər. Xeyr, flora qədər. Hardan flor qopur ora qədər. Sonra bu biraz daha qəşəng görsən, istəyirsiniz bunu
eləyək. Burada alınır istəyir. Burada nə istəyir? Alınır. 1-2 dimetri siklopentan alınır. Siklopentan üçün gərək 5 karbonlu bir halqa olar. Neçə karbonlu? İndi mən buradan bura gətirsəm, 5 oldu mu? Bax, bu xlor buradan qopdu, bunlar. 5 oldu, amma qıraqda bir dənə metil var axı. Bizdə dimetil olmalıydı. Nə olmalıydı? Olmadı. Yenə xlorun biri burada, biri burada. Bunlar qopsalar, neçəli çıxıl yarandı yenə? 1, 2, 3, 4, 5'li oldu. Amma metillər eyni karbondadır, hə? Bu 1, 2 də deməlidir, qonşuda, eynidə yox. Bu da alınmadı. Şimdi bunu buradan koparttım, yenə də çıxıl yarandı 5'li. Amma burada metil diyor, hansı radikaldır? Etil. Nədir? Bu da yaranmadı. İndi bax, bunu belə bağlasam, xlor buradan getdi. Bu belə bir çıxıl yarandı, elə. İndi bu CH3'lər biri bunda, biri bunda. Qonşulardadır mı? 1, 2 oldu mu? Bu da pentan oldu mu? Siklopentan. Söz cavab deməlidir. Aydındır. Burada da alınmaz. Niyə alınmaz? Çünki bununla belə birləşdirəndə bu CH3-lə, bu CH3-ün olduğu karbonlar bir-birinə qonşu deyil. 1-2 olmayacaq da. Aydındır. Bir də icra edə bilərəm, Xəlisə. Onu istəmişsiniz. Bunları deməmişdim mən keçən dərs. Alkendən də bir-iki suala baxarıq, dərsin çatdırsaq. Uşaqlar, sikloalkan CnH2n deyildi. Hə? Bütün karbonlar sp3 deyildi. Bir sp3 4 hibrid demək deyil. N-dən nə qədər hibrid olur? Hibrid sayı 4 N-dən olur. Elədir? Sigma rabitələrimiz sayı da sikloalkanlarda atom sayına bərabər deyildi, qapalı quruluşlarda. Hə? Deməli, sigma sayı bərabərdir nəyə? Atom sayına. Qapalı quruluşlarda. Atom nə qədərdir? 3N. Bu 4 N'dir, bu da 3 N'dir. Cəm istəyir, fərqini istəyir. Bizim x'imiz budur. 7. Aydındır. Sonra 15. Sikloalkanın buxarının hidrogenə görə sıxlığı 28'dir. Şu an hidrogenə görə sıxlıq tabanda molar kütlə neçəyə bölürdük? 2'ye. O zaman əgər hidrogenə görə sıxlıq 28'dirsə, o zaman bu özü 56'dır. Neçədir? Əgər CnH2n'in kütləsi 56'sə, bu 12N verir, bu da 2N verir. Yəni 14N 56'dır. N'də neçə olur onda? 4 olur axı. Yəni C4H8 atom sayını istəmişdir, formulu istəmişdir. Formulu istəyirsə C4H8. Aydındır. Sən sualları vermişsən? Yazmışdın bunu? Tamam deyək. 17. Bütün karbon atomları sp3 hibrid vəziyyətdə olan C4H8 tərkibli karbohidrogen üçün hansı ifadə olunur? Əgər C4H8 deyirsə, mən şübhələnə bilərdim ki, bəlkə alkendir. Amma deyir axı, hamısı sp3'dür. Hamısı sp3'sə bu sikloalkandır. Nədir? Siklik quruluşa malikdir. Bəli. Hidrogeni birləşdirir. C3 ilə C4 hidrogen birləşdirə bilirdi. Düzdürmü? İlk iki nümayəndə. O zaman düzdür. İzomeri yoxdur deyil, yalan deyil. İzomeri var. Həm siniflərdə izomeri var, buten. Həm də ki, öz daxili izomeri var. Şaxalana bilir. O zaman 1-2 doğru, 3 yanlış. Sonra 1-2 dimetil sikloheksan 3 mol hidrogen qəbul edib. Uşaqlar, eşidirsiniz məni? 1-2 dimetil sikloheksan gəl formulunu yazaq. Sikloheksan dediyi budur da, hə? Budur, hə? Sikloheksan. 1'də və 2'də metil var. 1'də və 2'də nə var? Metil var. Əgər bu 3 mol hidrogen birləşdirsə, birləşdirir yoxsa itirir? Yox, itirir. 3 mol hidrogen nə edir? Itirir. Temperatur katalizatorunda 3 mol hidrogen itirəndə o aromatik karbohidrogenə çevrilir. Nəyə çevrilir? Aromatik karbohidrogen. 2 metil qruplu bu aromatik karbohidrogenda ksiloldur. Bu nədir? Ksilol. Nədir bu? Ksilol. Bəs hansı ksilol? Əgər benzol halqasında, bunu keçəcəksinlər. 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı. Əgər 1'də və 2'dədirsə əgər radikal, bu orto vəziyyətdir. Nə vəziyyətdir? Orto. Əgər 1 və 3'dədirsə, bu meta vəziyyətdir. Yox, əgər 1 və 4'dədirsə, bu para vəziyyətdir. İndi bizdə 1 və neçədədir? O zaman orto ksilol. O zaman nə olacaq? Orto ksilol. Bunu gələcəkdə yenə öyrənəcəyik biz. Oldu? Bəzən soruşurlar ki, mənim 1-5 ola bilməz. Xeyr, ola bilməz. Çünki sən əgər 1'ə və 5'ə radikal qoysan, nömrələrdə tərsine gedəcək. 1, 2, 3, yenə 1, 3 olacaq. Aydındır? Bu həmişə hidrogen itirəndə aromatikə çevrilir. Həmişə yox.
Eğer sikl altılıdırsa, böyleşik radikallar eşi olmaz. Altılıdırsa hidrogendirsə aren olur. Dörtlü ola bilməz axı, çünki aromatik karbonların yenə əsas benzol əlaqəsinin olmasıdır. Əsas xüsusiyyət. Sonra neçə? 21. Hansı birləşmə natriumla təsir etdi? Ciklopentan alınır. Ciklopentan gəlir beşlə birincidən alınır da. Bu bromlar gələcək 1, 2, 3, 4, 5-dən. Ciklopentan alınır. Burada üçlü alınır axı propan. Dimetil ciklopropan alınır. Burada qonşularda alken verir. Burada da propan alınır. Burada bu laf fürs reaksiyasıdır. Bu nədir? Fürs, yəni burada alkan alınacaq. Monohalogenlidir çünki. Aydındır? 29. Sürətli demirəm. Sürətli olanda deyil. Siz elə bir dəfəyə başa düşürsünüz, şimdi ikinci dəfə istəmirik. Deməli, neutron sayından danışır, bir də ümumi rabitə sayından danışır. Ümumiyyətlə, biz sikloalkanda, əgər bu protiumdursa, deuterium deyilsə, hansı ki, burada nə görürəm? Protiumdur, fikir ver. Hidrogenin neytronu yoxdur, karbonətin neytronu var. Deməli, o zaman neytron sayından əgər söhbət gedirsə, 6n olacaq. Niyə 6n olacaq? Çünki bir karbonun 6 neytronu var, n dənə nə qədər olacaq? 6. 6n 18 isə n neçə olur? Ayşə olur? 3. Deməli, söhbət 3 karbonlu cikloalkandan gedir. Neçədən? CH6-dan. CH6-nın quruluşu bu şəkildə deyilmiş olur. Hə? Budur da başqa quruluşu yoxdur. Amma bizdən nə istəmişdi burada həm də? Rabitələrin ümumi sayı. Sonra, rabitə sayı necə tapırdı? Rabitə sayı burada atom sayına bərabər deyildi mi? Rabitə sayı 3-endirsə, enimiz 3-dürsə əgər, qoy yerinə 9. 9 dənə rabitəsi var. Həqiqətən də 3 dənə karbon-karbon rabitə var, 6 dənə də karbon hidrogen. Bunlar sp3, sp3 rabitələrdir. Bunlar isə sp3, s rabitələrdir. Bunlar qeyri-polyardır, bunlar isə polyardır. Bunu keçən dərsdə izah eləmişdim ki, ümumiyyətlə ümumi rabitə sayı 3n'dir. Necə 3n'dir? Burada var karbon-karbon rabitə sayı sigma. O n-1'dir, karbon sayından bir dənə alsın. Üzr istəyirəm, n dənədir, karbon sayı qədər. Çünki bu qapalı quruluşdadır axı. Qapalı quruluşda nə qədər karbon varsa, o qədər də sigma rabitə var. Bir də karbon-hidrogen sigma rabitələri var, o da hidrogen sayı qədərdir. Çünki bütün hidrogenlər karbona birləşir. O zaman cəm nə qədər olur? 3n. Mən onu deyəsən keçən dərsdə eləmişdim. Nəzəriyyədə də vermişdim. 6-9. Nəzəriyyədə də vermişdim deyəsən. O hissəni deyəsən oxunmamısan sən, hə sən? Həmişə kimi. O hissəni deyəsən oxunmamısan. Yox, oxumalı oxumuşam. 6-9 tapdım, saatı var yazdım. Yoxladım, sözün düzdür. Hə. Hansı birləşmə sig metalına təsir etdi? Metil siklopropan alınır. Metil nə? Belə A bəndidir. Bax, bu xlorlar getdi burada. Burada neçəli sikl yaranır? Siklopropan alınır. Bu da onun metili də. Metil siklopropan. A bəndi. Bu bizə alken verir. Çünki qonşudadır. Bu da alken verir. Qonşudadır. Bu da alken verir. Bu butan verir. Siklobutan. Zaten bunlar heç ümumiyyətlə sikloalkan vermir. Alken verir. Bu isə siklobutan verir. Nə verir? Aydındır, tamam. Başa düşdünüz məntiqi? Hə, bəsdir. Sonra 32. 1,4 brom 2 metil pentanon natriumla təsir etdi də hansı üzv birləşmə alınır? Birinci gəl bunun formunu yazaq. Ad verib formunu istəyəndə sondan nəyə yazırdıq? Əvvələ. Söhbət pentandan gedir. Pentan neçə karbon olmuş? 5. 5'i yazıram. Nömrəlirəm 1, 2, 3, 4, 5 yazdıq. 1'də və 4'də brom var. 1'də və 4'də nə var? Brom var. 2'də nə var? Metil var. 2'də bir metil qoyaq. Nə ilə təsir edib? Natriumla təsir edib. Biz də natrium bu bromları burada nə edəcək? Natrium bromları götürəndə bu belə bir halqa nə olacaq? Dörtlü halqa yaranacaq. Nə yaranacaq? Dörtlü halqa. Deməli buna yumru deyirəm, buna üçbucaq, buna kvadrat, buna da ulduz. Deməli o zaman dörtlü bir yaradaq dörtlümüzü. Yaratdıq mı? Bu yumrum olsun, yumru üçbucağa birləşib, üçbucaq kvadratda, kvadratda ulduza. Belə etdə, hə? Bu üçbucağın bir metri var. Bəli. Ekran qaradır ya. Ay, yıxılıb da bu ona görə. Çoxdan qaradır. Yox, indi oldu. Necədir? Düzəldi mi? Tam görürsən? Bəli. Bir də ulduzun siyahısı var da burada. Görürsən? İndi uşaqlar, bu 2 dənə metli olan butan deyil.
Nömrələsən 1, 2, 3, 4 ya da belə 1, 2, 3, 4. O zaman 1, 3 dimetil ciklobutan. 1, 3 dimetil ciklobutan. 1-də və 3-də 2 də metilin var, ciklobutandır da. Plusda 2 molda natrium bromid alınır o öz yerində. Oldu? Cavab nə olacaq? Y bəndi. Tam aydın oldu mu? Niyə fiqurlar yazdım ora? Çünki təzdən nömrələyəcəm, axı ona görə fiqur yazdım ki, biləsiniz. Bir də izah edeyim istəyirsən, sən. Sonra? 33. Eyni sualdandır, demək olar. Konkret eynisidir. Hə, nə dedin Nilda? Mən bunu eləmişim, prosu səhv çıxıbdı. 33-ü? Bəli. Hə, bir yerdə eləyək də. 1,4 dixlor heksan verir. Heksan dediyimiz 6 karbonludur, alkanlıdır, düzdürmü? Heksan. 2-yə və 4-ə xlor birləşdirməliyəm. 2-yə 1 xlor, 4-ə 1 xlor. İndi bunların hidrogenlərini də yazaq. Uşaqlar, dedik ki, əgər sən buna natriumla təsir eləsən, natrium xlorları buradan götürəcək. Natrium xlorları götürəndə bu ucdan bu uc birləşəcək. Burada neçəli bir çıxır yaranacaq uşaqlar? Hə? Yenə bir yumru buna deyək, buna üçbucaq deyək, buna da ulduz deyək. Üçlü bir çıxır yaranır. Elədir? İndi hansı yumru bu olsa, bu üçbucaq olsa, bu da ulduz olur. İndi uşaqlar, yumruğun bir CH3-ü var deyil. Sonra ulduzun da bir C2H5'i var. Elədir? Hə? O zaman bunun adı nə olacaq? 1 metil, hə? 2 etil ciklopropan. 1 metil, 2 etil, bu da üçlü, üçe bir şey kalmadı. 1 metil, 2 etil ciklopropan. Başa düşdün mü Nilda? Bəli. Aha, sonra? 38. 36 mısınız? Üçüncüsü necə? Əvvəllərinə baxmayam. Yok, oksidaşma reaksiyası. Bəsit maddə varsa 100% o eləyir, də bu. Bəsit maddə sıfırdır, sıfırdan bir şeyi mütləq gedir. Elə deyil ki, sıfırdan mütləq nəyəsə gedir. İstəyirsən laf oxşuşma dərəcələrini də yaza bilər, amma burada heç bir önəmi qalmır. Bəsit maddə varsa 100% o eləyir. Ya əvvəldə, ya sonda fərqi yoxdur. Sonra 38. Birincisi uşaqlar, bunlar ikisi də H-ünlü, ikisi də əvəz etmə reaksiyasıdır. Burada alınır CH3 xlor və H xlor. Bu C6 H12 deyilmi? Bu C6 nədir? H12. Burada da olacaq C6 H11 xlor plus H xlor. Budur da. Əvəz etmədir, bəli. Birləşmədir, xeyr. O eləyirdi 100%. İçində də xlor bəsit maddəsi var. Oldu. İndi xloru orada 1 mol nəzərə aldığımda 2, 3, 4 ola bilərdi də yəni. Aşağıda 12-yə qədər ola bilər, yuxarıda isə 4-ə qədər ola bilər. Yəni nə qədər hidrogen var, o qədər də xlor götürüb əvəz eləyə bilirsən. Sonra 40. Eyni sayda karbon atomu olan alkanlarda cikloalkanların sigma rabitə sayı fərqi. Çox rahat, hoş olur. Alkanlarda sigma rabitə sayı ümumi atom sayından bir dənə azdır. Yəni bir alkan düşünürsənsə, orada sigma rabitə sayı atom sayından bir dənə azdır. Yəni 3n minus plus 1'dir. 3n plus 2 atom sayıdır bu. Amma birdən cikloalkan götürsən, cikloalkanlarda sigma rabitə sayı atom sayı qədərdir, 3n'dir. O zaman bunların fərqi neçədir oğlum? 1. Eyni sayda karbonu olan alkanla cikloalkan müqayisə eləsən 1'dir. İstəyirsən müqayisə elə, gəl. CH3, CH2, CH3. CH2, CH2, CH2. Burada karbon neçə dənədir sigma rabitə? 2 dənə. Karbon hidrogen sigma rabitə neçə dənədir? 8 dənə. Cəm nə qədərdir? 10 dənə. Burada karbon sigma neçə dənədir? 3 dənə. Karbon hidrogen sigma neçə dənədir? 6 dənə. Cəm neçə dənədir? 9 dənə. Hə? Şimdi mən 3 hesabladım, istəyən 4, 5 nə qoysam ödəyəcək. Çünki burada göstərdik də onu. Bunlar da niyə belədir, onu da izah eləmişdim sizə. Qapalı quruluşlarda sigma rabitəsi atom sayına bərabərdir. Açıq quruluşlarda isə atom sayından bir dənə az. Sonra 45. 41 yazdım. 41 var. Maddədir, bilmirəm hansı maddədir. Deyəsiz ki, mənim nə bilmirsən, cikloalkan olar da. Nə bilim, mən cikloalkandır, ta ki düşürsün altı qabaqlar. Karbon sayını x dənə verib, hidrogen sayını y dənə verib. Ümumi kütləsini 56 veribdir. 7'də 1 hidrogendir. 56'nın 7'də 1 neçə edir? 8. O zaman buna neçə qaldı? 48. 48 üçün bu 4 olmalıdır.
Çünki karbon kütləsi 12 idi, 12-nin 4-ə vuranda 48 edir. Hidrogen kütləsi 1-dir, bu da 8. Deməli, S4H8-dən söhbət gedir. İndi bilmirəm, sikloalkan yoxsa alkendir. Mənim üçün heç fərqi də yoxdur. Çünki bunların cəmini istəyir, onun için. Tam aydındır mı? 100%. 45. Deyir ki, metilen qrupunun sayı ən çox olsun. Uşaqlar, mən bu S4H8 klorikini bir çox formada yaza bilərəm. Amma əgər istəyirəmsə CH2-nin sayı çox olsun. O zaman 4 tane karbon, 4'ünü de CH2 eləyəcəm. 4'ünü də nə eləyəcəm? O zaman sonuncuya da bir klor, birincilere de bir klor yazmalıyım. 1,4'lük klor, pentan alalım. Budur. Molekulunda metilen sayı ən çox olan budur. Və buna siklə təsir edersem ciklobutan alaram. Buna siklə təsir edersem nə alaram? Ciklona butan. Deyəsən mən bunun sən hardan gəldi ağlıma? Çünki aşağı mən kloru bura qoymasın, biraz yaxına qoyum. Məsələn, olacaq CH3, CH klor, CH2, CH2 klor. Artıq burada CH2 neçə dənə oldu? 2 dənə. Amma uca qoyanda avtomatik CH2'lerin sayı 4'ə qalır. Aydındır? Başa düşdünüz? Hə. Sonra? Sürəkli deyirəm mi deyəsən, hə? Nice. Vaxt biraz qəhddir, vaxt. Alken nə aləm demədiyimizsə. Bu var bu. 47. Sən də bax. Mən olsun. Sikloalkandır uşaqlar. Formul birisi necədir? Cn, H neçə N? 2. Molekulunda rabitələrin yaranması iştirak edən S orbital sayı 10 dənə. S orbital sayı 10 dənədirsə, o zaman əgər 10 dənə hidrogeni var. Çünki bütün S'lər hidrogendədir. O zaman 2N 10'dursa bu C5H 10'dur. Və deyir ki, sikloalkan hidrogen atomlarının ümumi sayının 20% deuteriumdur. Neçə hidrogen var uşaqlar? 10 dənə. Bunun 20% neçə eləyir? Deməli, 2 dənə hidrogen deuteriumdur. Neçə dənəsi? 2 dənəsi deuteriumdur, onun neytronu var. Neçəsi nəyə var? Neytronu. Qalan 80% isə 8 dənəsi yəni. Protiumdur, onun neytronu yoxdur. Karbondakı birisi də zaten. 5 dənə karbonum var. 6, 6, 12. İndi görün nəyə istəyir bizdən? Neytron sayını istəyir. 6 vur 5 neçə edir? 30 neytron bundan plus. 2 vur 1 neçə edir? 2 neytron bundan plus da 0'dır. Bunda 0. Neçə edir? Bir dənəsində 32, bir molda 32 vurulsun NA. Molekulunda deyirsəyə 32 dənə. Bir molunda desəydə 32 NA. Sonra neçə? 52. Sən də qəribə şey olur. Ya 49'a baxaq, 4'ə nətər baxım? Hə, baxdım. Baxdım. Birli 5'li karbon sayı indi. Mən nə bilim. Ya bir dənə 4'ə baxmaqla bu məsələ həll olması 4'ə amma. Sən bunu əvvəldən mənə bir kömək elə. Olar mı? Sən bu mənə kömək elə əvvəldən bu 4'ə qədər mənə gətir. Mən 4'ü mən söz sənə eləyəcəm. Sikloalkanda 1 molun tam yanmasını anlamada 1 molun. Ümumiyyətlə sikloalkan yananda. N dənə karbon qazı verir, N dənə də su verir. Düzdür yoxsa yox? Deməli o zaman 2N maddə verir. 2N bizə 10 veribsə, o zaman N'imiz neçədir? 5'dir. Söhbət C5H10'dan gedir. Elə molekulunda da 4'lü karbon atomsa bir dənə. Bir dənə 4'lüsü olmalıdır onun. Bir dənə nə olmalıdır? 4'lü dediğin karbon budur da, bu. Bu 4'lü. Bu 4'lü değil. Ha? Bu sikloalkandır. O zaman ya bu karbonu birləşib bu siklo yaratır, belə ya belə. Şimdi bunu belə siklo yaratır. Yarattın mı? O zaman bu CH3, CH3, CH2, CH2. O zaman bu 1,1 dimetil siklo propandır. Elədir. Birli və ikili karbon atomu sayındır. İkili. 2 dənə, birli də. Sualımızı tapdıq mı? Digər bəndlərə baxmağa ehtiyac var mı? Karbon sayı qədər olur, yəni 5 dənə olmalıdır, 2 səhvdir. 1,1 dimetil siklopropandır. Əgər sən bunu biri düz yazmışsansa cavab çıxır axı. Üstü karbon yoxdur. Biri əgər düz yazmışsan, biri bilmisənsə bu 1,1 siklopropandır, o zaman cavabı da bilməliydin axı. Sən də 1 və 4'ə baxmalıydıq biz. Xeyr, 1 yazmışım, 4 yazmamışım. Biraz diqqətli oldunuz. Neçəyə baxaq? 52. Bu yazmışsan sən, Ömər. Bəli, orada rəqəm qoyuruq da. Rəqəm qoysan? 5. Bakın 1000'də ödədi. Eyni Nə bilirsən? A'ya 5 qoyduq.
Ay 5 qurbaşı 1000-də ödədi mi onun 1000? Ya bilim 2000. Nikolaz. 5 qoyur mu nədir? Niye 5 koyalım? 5-də ödəməsəydi, məsələn 32-də ödəsəydi 32-yə qədər qoyacaqdı. Və nə edəcəkdi? 5-də ödəyir də, hə? Ya elə olmaz, elə olmaz, elə olmaz. En sayıda karbon atomu olan çikloalkan. O zaman çikloalkanın formunu yazıram. CnH2. Bundan bağlı problemimiz yoxdur ki. Deyir ki, bunun birlik karbon atomunun sayı A dənə. Birlik karbon nədir? Bir karbon düşünün, bir dənə karbonla birleşir. O zaman hidrojeni istərdi onu. Eğer bunun sayı A'dırsa, o zaman karbon sayı burada ne kadar olur? A dənə. Hidrojen sayı ne kadar olur? 3A. Razısınız? Bundan razısınız? İkili karbon hansı karbondur? Belə, budur da ikili karbon. Onun sayı A-3 verir. O zaman karbon sayı ne kadar olacak? A-3. Hidrojen sayı ne kadar olacak? 2A minus neçə? 6. 2'ye vurdum da bu ifadəni. Düzdür yoxsa yox? Üçlü karbon deyib 3 dənə belə karbona birləşir. O zaman bir hidrojeni var. Elədir, elədir. A-4 ise bura olacaq A-4, bura olacaq elə A-4. Dördlü karbonda hidrojen söhbəti olmur adada. Üçlüdə də olmaya bilər, 2 qat rabitəlidirsə. Amma söhbət çikloalkandan gedirsə 2 qat rabitəsi yoxdur axı. Məsələn, bu karbon da üçlüdür, heç hidrojeni yoxdur. Bax da 3 dənə karbona birləşir, bu üçlüdür. Amma hidrojeni yoxdur onun. Çikloalkanlısı deməli bilirəm ki 2 qat rabitə yoxdur. O zaman bunun sayı nə verir bizə? A-3. O zaman karbon sayı A-3, hidrojen sayı 0. Cəmlə bunu görəlim, karbon nə qədər oldu bizdə? 4A minus neçə? 10. Cəmlə görəlim, hidrojen sayı nə qədər oldu bizdə? 6A minus 10. İndi karbon sayı hidrojen sayından neçə azdır? Elə deyil. Deməli, bunu 2'ye vursan buna bərabər olmalıdır da. O zaman 2 vurulsun. 4A minus 10 bərabərdir 6A minus 10. Buna başa düşdünüz mü? 2 karbon sayı bərabərdir hidrojen sayına da. Buradan görürəm də onu. O zaman 8A minus 20 bərabərdir 6A minus 10'a. 2A bərabərdir 10'a, A bərabərdir 5'a. Bundan tapdım 5 olduğunu. Sən də tapmışdın mı? Nə bildin bəs 5'dir? Attın tutdun. Nəsə. A 5'dirsə buna 5 qoysam bu neçə edir? 26. O zaman karbon sayı 10'da, hidrojen sayı da 20 edəcək. Qoy buna 5, 20 edəcək. Deməli, C10H20'dən söhbət gedir. C10H neçədən? 20'den. O zaman bizdə nə istəmişdi? Hibrit sayı. Karbonlar hamısı SP3 değil mi? 4'e vurarsan onun 40 tane hibridi var bunun. Neçə hibridi var? 40 tane. Şimdi mən bunu yazdım. 53'ü siz yaza bilərsiniz. Yazın, ne oldu? Yaxşı. Burada ümumi karbon atomları sayılır. Bunlar Topla 4'e burada yine A var orada. Sayı yine bilməyəcəksən. Topla bunları ümumi karbon sayını verir sənə. Şimdi size hidrojen sayıdır. Onda bir şey çıkmır abi. 53'ü özü yazarsınız da onlar. Bir şey yazarsınız. Bir de yəqin ki 54 ya 55'i istəyirsiniz də. 55'i dediğim şu olar. 55'te ne istəyir? Deyir ən az sayı ən az olan. Karbon sayı ən az olan çikloalkan. Şu anda bir çikloalkan düşün. Onda karbon sayı ən az olması üçün çikl ən balaca olmalı değil. O zaman ən balaca çikl bu değil bu. 3 dənə. Düzəltdik bunu. Ən balaca çikl bu değil mi? Deyir ki bunun bir dənə üçlüsü var. Bir dənə nəyi var? Bu karbon hal-hazırda neçəlidir? O zaman bir dənə bura karbon yazan bu üçlü oldu mu? Oldu. 2 dənə də nəyim olmalıdır? Bu hal-hazırda neçəlidir? O zaman ikilidir. 2 dənə karbon yazsam buna bu dörtlü olur mu? İkisini de buna yazsam belə. Bu da dörtlü olur mu? Oldu olmadı. Oldu da. Hidrojenler ne diyorsun? En az budur da çünkü bundan balacasını yaza bilmirəm. Bu neçə karbon var? Neçə karbon var da 8. Deməli söhbət C8H16'dan gedir. Birinci üçünü tapdıq. Deyir ki, hər birinci ya isə dörtlünün tap fərqi yoxdur. Bir dörtlü də yazsam yenə bir dənə bunu üçlü düzəltməliydim də. Dörtlü olanı biraz karşı olur. Dörtlü niyə baş olsun? İkili 2 dənə karbon yazdım oldu dörtlü də. Bilmiyorum, üçünden başlamak daha yaxşı. Yok, en az. Oradan da başladım yine şey olacaq bu yəni. 2 dənə dörtlü düzəltmə olsa bunu da üçlü eləyəcəkdim də. Deyəsən mən olmaz ki bunu üçlü eləyəsən, bravo. Bunu yox. Məsələn bunu üçlü eləyək. Olmazdı bu üçlü olsun. Olar deyə karbon sayı artardı axı. Bu ən az demək axı. Ən az olsun deyə mən hamısını halqanın içində eləməyə çalışdım. Hamısını halqanın içində nə eləməyə çalışdım? Siklin içində düzəltməyə çalışdım o 4'ü üçün.
İndi birli karbon sayı 1, 2, 3, 4, 5 dənə birlisi var. Yəni 1B. İkili karbon. Burada ikili görünür mü onlar? Siz görürsünüz ikili. Yoxdur, yox. İkili 0. A. Bir də sigma rabitə sayı. Qapalı quruluşlarda sigma rabitə sayı atom sayına nə edir? Bərabərdir. Bunlar cəmlər 24. 24. O da iyi. Yəni 1B, 2A, 3 Aydındır. Sağ olun. Gələn dərslərdə görüşərik. Sonra nə deyirlər? Bəyənib də yazmağınız var. Sağ olun.